3, 2, 1. Başlayamadım bir dəqiqə. Salam. Nə deyək? Falan fidanın Cütlüklər yaraşır. 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 Mənə aşiq reis. Falan fidanın 14 fevral xüsusi bölümünə xoş gəlmisiniz. Bugün yanımızda 2 dənə cütlüyümüz var. Lalə və Elcan. Gülana ilə Alır. Bugün cütlüklər yaraşır deyəcəydim yenə. Yarışır çəkirik. İki cütlüyümüzdən görək kim qazanacaq. Qazanan cütlüyə hədiyyəmiz var. Hədiyyəni siz bilmirsiniz, onları demişəm. Niyə? Çünki onlar yarım saat tez gəlmişdi. Qazanana Tripsamdan qılınc oynatma təcrübəsinə bilet veririk cütlüyümüzə. Bu veriliş bitəndən sonra kim qazandısa o biletlə gedib öz təcrübəsini yaşaya bilər. Tripsam Azərbaycanda fərqli istirahət və təcrübələrə bilet ala biləcəyiniz bir platformadır. Əgər siz də qılınc oynatma, at sürmək, şam master klassı kimi təcrübələrə bilet əldə etmək istəyirsinizsə, Tripsam ən yaxşı seçimdir. Hallarınızı fərqli etaplardan qazanacaqsınız. Yəni hər etapda fərqli sayıda hallar qazanasınız. Ən çox hal kimdə olsa o qazanır bu verilişi və istəyirsiniz indi bir-birinizi nə qədər tanıyırsınızsa keçək. Görək bir-birinizi nə qədər tanıyırsınız. Hazırsınızsa suallarınızı verməyə başlayıram. Elə eləyin ki, eyni cavabı verin. Əgər eyni cavabı versəz, hal qazanırsınız hər sualda. Fərqli cavab verirsiniz, qazana bilmirsiniz. Onda ilk sualınızı verirəm. İlk baxdığınız film nə idi? Bunu hazırlanmamışdır. Hazırsınız? Biz ona sözlə, mən söz atıram. 3, 2, 1. Atın. Mən tutmadım orada nə yazıb. Sən neyini söyləyir? Əsas mənim qəlbim Nə yazıb? Jumanji. Bəli. Güləmay Venom yazmışdı. Bizimki düzdür, partladım burada. Hə, sizinki düzdür. Venom'a baxmışdıq birinci, sinemada. İkinci sualınız. Bir-birinizə hansı ləqəblə səslənirsiniz? Bir tane yaza bilərik. Yox, bir dənə. Mən yazdım. 1, 2, 3. Bəli, iki takım da düz cavab verdi. Hə, olmadı ya, biz zaten. Oğlum. Üçüncü sualınız gəlir. Bir yerdə yediyiniz ilk yemək nə olub? Yeməyin adı yadımda deyil mən. Necə yemək? Mən də içindəkilər deyəcəm. O qədər gülmədik də yemək nə olub? Yazıqsız aldı. Kızarmışdır, ahretli İçindekileri yaz. 3, 2, 1. Ali bəy lahmacun dedi. Güləmay xanım dönər dedi. Biz Amma Elcanla Lalə düz cavab verdi. nə yeyirsiniz? Bir baxıb gör nə yeyirsiniz. Davam edirəm. İlk deytiniz həftənin neçənci günü idi? Onu da ezberleyeyim. Yazaq. Mən əslində yadda saxlamayan insanlar daha çox sevirlər. Alı, random bir dənə günün, həftənin gününü at. Bəlkə istərimiz şey olar. 3, Ən 2, xeyirli gün. 1. Qəşəng. İki takım da düz cavab verdi. Həqiqi deyirsən? Gör, bizim qəlbimiz görsən necə təmizdir biz bir-birimizi. Biz gərək fikirləşməyək ona görə. Gərək insan qəlbi. Onların bəxti gətirdi. Belə də ki. Davam edirəm. Birlikdə ən çox elədiyiniz aktivitə. 1, 2, 3. Bəli, iki takım da düz cavab verdi. Damla oynayırsınız? Damla oynayırsınız? Vali hamile damla oynuyor. Biraz entrikaya girək. İlk davanızın səbəbi nə idi? Hə. Amma bunu biz ikimiz də bilirik. Prosta eyni şeyi yazmaya bilərik də. O ayrıdır. Məncə onu yazma aklımdakini deyirsənsə. 3, 2, 1. Gülüyə inanmamaq, suslama var.
Yox, iki takım da bilmədi bunu. Dedim onu yazmadı. Bəli. Hazırıq. Sevgili olduğunuz tarix. Çox asan sualdır. Bəli, dedim biraz istirahət edin. Peki mən səhv 2, yazmışam. 1. Bəli, iki takım da düz tapdı. Bəli, bəli. Münasibətinizdə ən çox kimin sözü keçir? Hünərim var səhv yaz. 3, 2, 1. Çox bencillik elədim deyəsən. Onu görəndən sonra. Şey diyeceğim, Erdoğan'la Güyanay eyni cevabı verir. Siz eyni cevabı verirsiniz. Mənim yazım alı. Alı özünü yazıp. Yaxşı. Nə sonra keçər də sən söz. Erdoğan'la beraber yazıp. Layla benim yani Layla yazıp. Güyanay da işimizin yazıp. Bu da göründü münasibətin narsistləri kimdir? Hazırsınız? Münasibətinizdə ən çox dəyər verdiğiniz şey nədir? Sevgi, güvən, hörmət, belə. Çox fikirləşdiniz. Al fikir. 3, 2, 1. Kanka değiştir hoca anlamasın. Bəli, oğlanların ikisi güvən yazıb, qızların ikisi hörmət yazıb. Gör, sən başımız elində fərqli işləyir. Sən özün deyirdin ki, bütün gün əsas hörmətdir. Hörmətli ol, nə tələb? Hörmət olmasa nətər güvənə bilirsiniz? Allah nəmi? Münasibət suala girən kimi hamı ayrı şeylər yazdı. Bir dənə də düz bir şey yazılmıyor belə. Axırıncı sualımız. Güven biz yazmalıydı yani yazmalı olsaq. Şot 6-4'dür, Lalegil qabaqdadır. Yəni də belə duzuruq. Əslində düzürsünüz amma yəni o biri oyunlarımızda da xal qazana bilərsiniz. Sadəcə elə eləyin, aranı çox açmayın. Aranı açaq. Davam eləyirəm. Biz yox. Birlikdə getmək istədiyiniz xəyalınızdakı ölkə hansıdır? Ayda. Yaparım nasıl? 3, 2, 1. Bəli, Lalə Nəcən düzgün cavab verdi. İtaliya dedi ikisi də. Güranayla bəli, Alutin yazmışdı. Sayılır da ikisi də belədir. Sayılır da, mən əslində o şey kimi yazmışım. İtaliya yox deyə. Yaponiya. Yaponiya seçib də, Yaponiya yazıb. Kore yazıyor. Kore yazıb. O ucu başqa. 7-4'dən Layla ilə Elcan uddu bu turu. Amma yox qurtardı. O biri yəni bu tur qurtardı, amma o biri etaplarda xal qazanma şansınız var. O biri etapımız dodaq oxumadır. Ona görə keçək ola. Səssiz. Hə, çəkirik. Davam edə bilərik. Valla bayaqlar bəncəli şeydir, bayaqlar biraz şey elədim. Əslində ikimizin də sözü keçir. Üzür videosu gəlir. Bu 10 min verdə bura. Mən kidi götürdü əlimdən. insan bir-birini başa düşməsi üçün gərək iki nəfərin də sözü keçir. Heç kim yekə başlıq eləməlidir. Yaxşı, bəs. Birincisi mən yekəbaş deyiləm. Tərsinə tutubsan, tərsinə tutubsan. Mən yekəbaş deyiləm. Hanımcılıq həmişə Bəli. yaxşı bir şeydir. Ona görə də bir qadının ilişkidə sözü keçməyi pis bir şey deyil. Elə Elzan. Çox qorxuzur, onu çox qorxuzur. Bu tutub bu sözləri demək. Yaxşı, ikimizin arada söz keçə bilər. Arada söz. Çədə qurtarmadı bu da. Bu söhbəti də həll elədiyimizə görə dodaq oxumaya keçirik. Birinci hansı cütlük yarışacaq? Bayaq əslində smash-off elədilər. Təzən eləyin də video. Təzən eləyin, bəli, videoda görünməsi üçün. Təzən smash-off edirsiniz, kim bənzər. Üç bir tutdu. Və birinci Güranay ilə Alı başlayacaq. Sizi kameranın arxasına alaq. Saçlar rahat. İndi 10 dənə sözümüz var. İzah eləyəsiniz bir-birinizə dodaq oxuma ilə. Amma kim kimi izah eləyəcək, onu seçməlisiniz. Gülüm izah edəcək. Yaxşı. Biriniz şey tutun, zaman tutun. 1 dəqiqə yarım. 1, 2, 3. Alış-veriş. Alış-veriş. Hə. Çox qışqırmayın. Sabun. Sabun. Oha. Biyabır. Biyabır. Qışqırmayın. Tikinti. Tikinti. Litir. Tikinti. Kirli. Tikinti. Tikinti. Çirkli. Pas deyə bilərəm? Hə. Pas.
Ayda. Fısıldamak. Fısıldamaq. Oha. Bax, Xırıldamaq. bura bax. Kurtular Vadisi. Quşbaz. Kurtular Vadisi. Kurtular Qurtka. Vadisi. Qurtkava. Kurtular Vadisi. Qurtkabaz. Kurtular Vadisi. Vadi. Kurtular Vadisi. Vaqif. Kurtular Vadisi. Qurtka nə? Qurtka, birinci qurtka. Qarpız. Qarpız. Təmiz. Qarpız. Kərpic. Qarpız. Karpic. Qarpız. Hə. Klaviatura. Klaviatura. Slavyanka. Klaviatura. Klaviatura. Kaptyorka. Klaviatura. Bax bitdi. Klaviatura. Çatlıq düşərsən. 5 dənəsini. Quşda yox, Quşlar Vadisi. 5 dənəsini tapdı. Bəli, 5 dənə. Dedim mən taxımda. 5 xal aldınız. Bəli, Lalə alaq. Siz 5-ini tapdıq yox. 5 xalla sizi uğurluyuruq. 5 xal neçə? Kim taxacaq sizdən? Lalə. Tax. Bir dəqiqə yarım. 1, 2, 3. Şu vaxt tutardım. Kəpənək. Kəpənək. Sıxışıq. İstilik. Bunu tapamayacaq. Oturmaq. Otunmaq. Oturmaq. Oturmaq. Qaranquş. Dələduz. Qaranquş. Kələkötür. Qaranquş. Dələduz. Kruasan. Kürəkən. Kruasan. Kruasan. Kürəkən. Kruasan. Tur atan. Kruasan. Ot atan. İynə. İnək. İynə. İnna. İynə. Ya Habib. İynə. İnək. İynə. İnə. İynə. İnmək. İynə. İnək. İynə. İnna. İynə. Bilmədim. Fədakar. Vətəndaşa. Fədakar. Vətəndaş. Fədakar. Karandaş. Fədakar. Fədakar. Bağırsaq. Mansar. Bağırsaq. Bansar. Bağırsaq. Bağırsaq. Xəyanət. Hə? Xəyanət. Və nəsəxət. Xəyanət. Nəxəti. Xəyanət. Əyanət. Xəyanət. Xəyanət. Buruq. Burun. Buruq. Burum. Burmaq. Buruq. Burum. Ne burum? Buruq. Bur. Qurtardı. Mahnı qurtardı. Sən sədir. Səh gəlir. Hə, bax qurtardı. Yo, məncə 5 dənə dedik. 5 dənə. Geçir. 12 idi. 12. Və şotumuz 12-9-dur. Lalə ilə Elcan qabaqdadır. Fora verdik. Qoy falan. Bəli, hələ ki yenə də tuta bilərsiniz bu skoru. Çalışın, udun. Ürək-dirək verirəm. Mən də sizə motivasiya. İndiki oyunumuzda 2 doğru, 1 yanlış oynayırıq. Hər iki takımımız da öz münasibətləri haqqında 2 düz, 1 yalan olan bir şey düşündülər və bir-birlərini deyəcəklər. Əgər o biri takım tapsa ki, onlar yalan deyirlər, xal almırlar. Amma əgər tapmasa, yəni onları aldatsalar, xal qazanırlar bir dənə. İndi kim başlayır birinci? Fərqi yoxdur. Siz biz başlayaq bir dəfə. Yaxşı, siz başlayın. Siz başlayın. Mən çıxım. Bizim üçün fərqi yoxdur çünki. İkinci oyun. Bizdə yalan yoxdur. Lalə Fidana xoş gəlmisiniz. Lalə Palana xoş gəlmisiniz. Hal-hazırdakı oyunumuzun adı, onu izah eləmişdin elə. Dedi. Heç nə, birimiz başlayırıq, biz başlayırıq. Başlayın. İlk öncə, Elcan məndən əvvəl TikTok paylaşırdı. Sən məndən TikTok var. Birinci yalan da deyirik, sonra ikinciyə keçsin. Yo, üçünü də oxuyuram. Hansı Sən istəyəsiniz ki, hansı yalandır? Gəncədə polis bizi saxlamışdı. Mingəçevirdə suya düşmüşdük. Gəncə polis 100% saxlayıb. Yox, amma biz öz aramızda danışırıq. Nəfər Qərarlaşdırıcı, orası bizlik deyil. Belə tap cavab verməlisən. Tez deyil, bir şey. Fikirləşməli bir şey deyil. Nə deyin? Elzam məndən əvvəl TikTok paylaşırdı. Yəni mən. Gəncədə polis bizi saxlamışdı, Mingəçevirdə suya düşmüşdük.
Polisdən rahatam 100%. Epstein adası yalandır. Mingəçevirdə suya düşməkləri doğrudur. Yalanı denəndə. Polisi tutmaqları da doğrudur. Məncə Elzanın TikTok paylaşmamağı sevər yalandır. yalanı. Dəqiq qərarınızdır. Mingəçevirdi. Yalan olan polisi. Polisi. Da əmin olduğu. Mən tapışlaşmışam. Afərin. Gəncə biraz kriminal deyil. Ailələ yazılan bir xalq qazandı. Ayda. Oxuyum. İlk görüşümüzdə alnı qoyub çıxıb getmişdim. Düzdür söz. Heç nə deməlik. Mənim mamam münasibətimizi öyrənəndə alıya yığıb, yəni ayrılın, istəmirəm danışmağınızı falan demişdi. Üçüncü nişanımızda biz əslində ayrılmışdıq, yəni ayrıydıq. Ayrı-ayrı nişan eləmişdik. Bunu bir hesablayaq. İlk görüşümüzdə məncə bu yalandır. Bir gözə də mən Məncə bu yalandır. Mən dönəyim. Bu yalandır. Buna yalan deyək. Yox, gözlə bizi. Ofislər say. Ofislər say. Mənim mamam münasibətimizi biləndə alı ilə danışıb demişdi ki, istəmirəm bir yerdə olmağınızı ayrılın. Düz deyil. Nişanlı olanda ayrı olmağınız düzdür. Bilirdim. Deyəsən bilirdim də, elə yadımda qalmış ola bilər. Gözlə ilk görüşdü. İlk görüşdə çıxıb getmək məncə elə bir şey olmayıb yəni. Məncə də. Bu yalandır. Yalan ondan Yəni sonra sən dedin deyə yox. Mən Olsa bir iki düşünürəm. qaldı. Maksimum 12-9 olacaq yəni. Hə. Birinci yalan oldu. Görüşümüzdə çıxıb getməmə yalan deyirsiniz. Səhv tapdınız. Mamamın alıya ayrılın deməyiz. Niyə çıxıb gedib şeylər? Danışa bilmirəm. Mamasının adını çünki telefonunda qırmızı ürək qayd eləmişdi. Yanımda gördüm zəh gəl. Demişdin mənə. Danışmışdın. Bir 12 deyəndə də mən həqiqətən. Gördüm zəh gəl, elə bildim başqa sevgilisi var, qoydum, çıxdım, getdim. Nişanınız da ayrıydı, zaten o məşğul oldu. Hə, nişanımız da ayrı. Alı gəlmirdi hətta nişanı. Ay olsun. Bir gün qala gəlmişdi. İşimə görə qalmışdı, çox qalmışdı. İşinə görə qalmamışdı, yumuşatma burada. Qız evinə toydu. Dalaşmışdıq, gəlmək istəmirdi nişana. Option 1-1. Ərəbsə də bir xalq gəlir. Onun ilə qabaqdayıq da. Eybi yox. Satıram. Oldu. Kartı üçüncü alınımda. Deməli, mən burada təhdid olunuram. Nəysə. Rüşvət təklif eləyirlər mənə. Xartın YouTube kanalını götürməklə təklif elə yaxşı. Talib bağışla talib. İndi oyunumuzda bir sual verəcəm və yaxud bir söz deyəcəm. Eyni cavabı verməlisiniz eyni anda. Mən 3-2-1 deyəcəm. 3-2-1 deyəndən sonra eyni vaxtda eyni cavabı deməlisiniz. Ya biriniz geciksə, ya da eyni cavabı verməsəz xal qazanmırsınız. Ancaq eyni cavabı verəndə xal qazanırsınız. Biraz telepati eləməlisiniz. Belə olar oynam. Hə, o. Verirəm sualınızı. Səhrai rəngli bir şey deyin. 1, 2, 3. Telefon. Birinci başqa şey demişsiniz elə ki. Telefon dedim. Yox, başqa şey dediniz. Onu təzən edir. Təsmin eləyəmirik. Sual bitdi. Gec cavab verdiniz. Ama telefon dedim də ama. Demədiniz, o deyəndən sonra dediniz. O çarşı deyil, elə panik oldu. Mən elə çaşıram. 3-2-1 deyirəm. Yaxşı. Vaxt verəcəm. Bu saymıram. Təəssüf ki. Bir-birinizə P ilə başlayan bir ləqəblə xitab eləyin. 1, 2, 3. Pot dilim. Eyni şeydir də. Pot dilim. Pot dilimlə pot dişimdir. Hədə pot dişim, pot dilim. Şəkil Düz götürüm. Seyirci buna nə deyir? Mən hətta deyərəm ki, əgər azlısa suallar, xallarını artırın ki, daha belə bərkişməli olsun da çata bilsinlər, onları kəsə bilsinlər. Pot dişim, pot dilim. Bu sualların bu arada hərəsi 2 xaldır. Həqiqətən. Ona görə düzgün qəbul eləyirəm. Çünki oxşuyur. Tamam. eynidir. Hədə hə. Pot dilimlə pot dişimin də ortada şı var. Birinin yoxdur. Mən pot dişiməm, o pot dilim. Şudur da belə. Başa düşdüm. Düzgün qəbul elədim. 2 xalınız var. Davam edirəm. Alnının ən çox getdiyi yer. 1, 2, 3. PlayStation. Şey, 2 xal daha əlavə olundu. Güranayın ən çox fanatı olduğu məşhur. Bir dəqiqə, sual verə bilərəm. Yox, Sahədə.
Fərqi yoxdur. Ən çox sevdiyim Bilirəm. məşhur. 1, 2, 3. Rihanna. Dwayne Johnson. Ay da sən bu makyaj zat Rihanna. Rihanna nə əlaqə? Rihanna deyildi. Kimi deyirsən? Şeydə Erdoğan'ı deyirsən, Grim Şey eləyən. Erdoğan. Rihanna kimdir? Şey. Highlighter'ın firması. Rare. Rare. Selena Gomez'dir o. Ay da sən mən tanımıram ki onu. 4 xal qazandınız. Nəysə. Ən azından belə Çox qurtardı sual. Bəli, 4 dənə sualımız var. Doğrudan? Bəli. 4 dənə sual idi. Narahat olmayın, bir etapımız daha var. Onda 3 dənə sualdı. Özdə 3 xal verir hər sual. Yox, fərqli oyundur. Nəysə o burada deməyim, sonra deyəm. Hə, 4 xalla sizi uğurluyuruq. 4 xal getdi Güləna ilə Aliya. 13-14 oldunuz. Yəni ki, 14 ilə qabaqdadılar. Bu oyundan sonra görək nə olacaq. 4 dənə sualımız var. Hər biri 2 xaldır. Eyni anda eyni cavabı verməlisiniz. Sualı deyəcəm. 4 dənə sualdır. 4-ünü də bildik. Hər biri 2 xaldır. Mən sualı deyəcəm və 3-2-1 deyəcəm. Sizə düşünməyə çox bir vaxt verməyəcəm. Əgər cavabı eyni vaxtda eyni şey desəz, qazanırsınız. Amma yox, biriniz gözləsəz və yaxud fərqli cavab desəz, udurursunuz. Mən elm yazırım. Variant var. Yox. Hazırsınız? 1 2 3 tap alma. Hazırsınız? Hə. Bir istəyəcəyim. Qırmızı rəngli bir şey deyin. Alma. Ay. Ay demə 1 2 3 demə nə yapırsan? Deyirdim də bir iki üç. Karşısınıf rəngində bir şey deyin. 1, 2, 3. Saç. Keçişdiniz siz. Mən başqa şey deyəcəm. Minusunuzu qoydum. Minusunuzu. Yüngül var. Davam edirəm. Yuncundaydı da. Bir-birinizə Biraz fikirləşməyə vaxt verin. 3-2-1 deyəndə fikirləşməyə vaxt verəcəm, amma siz tez deməyin. Bir-birinizə C ilə başlayan bir ləqəblə xitab eləyin. 1, 2, 3. Gilas. Gözəl. Sənin ağlıma gilas ya. Gözəl. Nəysə, kişi oğlan qız oğlan gözəl. Sən mənə deməliydin deyə mən onu fikirləşərək dedim. Gilas. Ağlıma gilas gəldi. Necə 2 dənəsini bildiniz? Yəqin ürəyim istəyir gilas oldu. Bəli. Nəsə de. 2 sualı bilmədiniz. Davam edirəm 3-cü sualla. Elcanın ən çox izlədiyi TikToker. 3, 2, 1. Lalə Cəfərli. Mən asan sual idi ya bu. Sizə belə asan Qava sual keçdik idi. deyəcək. Var idi. Alnın ən çox getdiyi yer. Davam edirəm. Lalənin ən çox istifadə elədiyi söz. 1, 2, 3. 2 dənə. Biraz gözlədə mən də deyərdim də. 2-1 dedi axı. Bitirişi. Niyə demədin? Bəli, 3 sual bilmədiniz, 2 xal Nəsə qazandınız. utduq da. Yox, hələ bir dənə oyun var. Yox, bu 4 sual bitdi, hə. Başqa oyun var. 13-14 idi. 15 14. 15-14 oldu. Bir xalla Biz qabaqdayıq hələ də. ona qabaqdadır hələ də. İndi digər oyunumuzda yenə bir cütlüyümüz oturacaq üz-üzə. Birinə naşnik taxacağıq. Qulaqcıq, naşnik yox, qulaqcıq. Və suallar verəcəm. Qulağı açıq olan insan, cütlüyün bir tərəfi. Deyəcəm ki, yəni nöqtə-nöqtəni doldurun, boşluğu doldurun. Onun verdiyi cavablarla naşniki çıxardandan sonra yenə digər insandan soruşacağam. Onun verdiyi cavablar üst-üstə düşsə, xal qazanırsınız və burada hər sual 3 xaldır. Ən çox şansınız burdadır qazanmaq. Normalda 1-2 xal idi. Bu çox çətin etapdır deyə nöqtə-nöqtəni hər hansı bir şeylə doldura bilərsiniz. Nümunə verə bilərsiniz. Nümunə. Video var, gedək mən sənə göstərəcəm. Baxmışam, Əvvəlki yadımdan videolarından. Məsəl göstərəcəm orada. Göstərməyə vaxt başlayırıq. Eyni suallardandır. Ən çox pul olan seç. Yox, o deyil. Nöqtə-nöqtəsi var. Hayır. Hazırsınız? Bəli. O tərəfə baxın, ora. Fərqi yoxdur, bura baxmayın. Hə, okey. Mənə baxma. Mənə baxa bilərsiniz, fərqi yoxdur. Prosta ağzı... Yox, hara oxuyur? Nöqtələri doldurun. Əlimdə olsa Lalənin nöqtə-nöqtəsini dəyişərəm. Xasiyyət də bu. Hə, əlimdə olsam... Əlimdə olsa Lalənin nöqtə-nöqtəsini dəyişərəm. İnadçılığını dəyişərəm. Lalənin sınırsız pulu olsa, məni nöqtə-nöqtə-nöqtə.
İtaliya apararız da biraz. İtaliyaya aparar. Yəni. Direkt konkret. Lalənin əlində fürsət olsa məni ... Çizgidən baxıram. O, bu nə suallardır? Lalənin əlində fürsət olsa məni... Məni döyər yazır. Axıdım yoxdur, onsa davam edəcək. Çox çətin deyil o suallar. Ona görə 3 xaldı. İndi ipucu vermirik, xahiş eləyirəm. Belə. Onlar öyrəndi, bax oyunun nəsə gedir. Eyni suallar deyil. Yəni fikirlərinə gəlməz o suallar. Mən cavab verəcəm. Bəli, eyni sualları sizə verəcəm. Siz eyni tamamlasınız nöqtələri. Onun dediyi kimi. Ay Allah. Elcandan soruşdum ki, əlimdə olsa, yəni Elcanın əlində olsa, Lalənin nöqtəsini dəyişdirərəm. Hə. Nəyini demişdir? Variant qoymalıydınız. Onu belə olmaz. Hə, də ona görə çətin sualdır da. 3 xal verirəm burada. Nəyimi dəyişdirmək istəyərdin sən? İnşallah bayaq yazdığım şeyi demisən. Aha. Cavab? İnad. Bəli, 3 xal qazandınız. Yenə də bunu tapasın. Lalənin sınırsız pulu olsa, məni, yəni Elcanı ... Elcanı Evlənərik. Elcanın evlənərik. Evlənərik. Səhv cavabıydı. İtaliyaya aparar demişdi. Ağlıma səyahət gəldi, nə bilim. Pulumuz olmasa da evlənəcəyik. Elə bir çox pulumuz olsa evlənəcəyik. Lalənin əlində fürsət olsa, mənim də ağlıma o gəlir. Lalənin əlində fürsət olsa, Elcanı, yəni məni... Zaten mənə İtaliyaya getməyə qoyandı pulum olsa. Lalənin əlində fürsət olsa, Elcanı ... Fürsətin olsa, Elcanı ... Yəni, Elcanı... Ərim eləyərəm, yox, deyəm fikirləşim. Ərim eləyərəm. Fürsətim varsa, Elcanla bir yerdə xaricə gedərəm. Səhv cavabıydı. Elcan döyər demişdi. Döyər. Niyə ki? Niyə sən Niyə döyür? ağlıma gəldi, işte gəlmədi başqa. Ömrüm, niyə sən döyəcəyimi düşünmüsən? Əlini ver bura. Hələ o gəldi ağlıma. Qəribədir, üzümdən başqa. Heç elə biri deyiləm. Hazırsınız? Gəlir suallarımız. Elcandan qorxaram ... üçün. Heç nə üçün. Ola bilər, nə bilim. Heç nə üçün. Heç nə üçün. Heç nə. Heç nə də bir cavabdır, bəli. Elcan ... mövzusunda əvvəl daha yaxşı idim. Dəyişmək baxı. Ömrüm sadə insan da, yəni əvvəl necəsi indi elədir də. Yəni nə əvvəllər belə dəhşət çox mənə ilgi olmayıb ki, sonradan azalsın. Əvvəl stabil idi. Ondan burada indi gəldi. Yəni ki, Tutarmadı. hər şeydə daha yaxşı idiniz, dəyişməyibsiniz. Dəyişməyib. Amma buna da bilmirəm də, bir şey O nə fikirləşib cavab tapacaq. verəcək? O bir şey fikirləşib tapacaq. İlgilik yazaq da, bəlkə nə bilim, yəqin o ağlına gələr. İlgi. Amma deyil ha, yəni əvvəldən eyni daşıyıb mən böcəyim mümkün. Bıcık. Davam edirəm. Elcan bir süper qəhrəman olsa ... olardı. Superman olsun da. Superman. İlk o ağla gələr yəqin. Çıxardı. Alidən soruşdum. Elcandan qorxaram ... üçün. Nə cavab vermişdir? Qışqırdığı üçün. Şey oldu. O da direkt Demədim cavabı axı. verdim. Direkt cavabı verdi. Qorxuram nədir? Nə demisən? Heç nə demişdim. Heç nədən qorxmaram demişdim. Məsələn, niyə qorxum? Nə üçün? Niyə qorxum ki səndən? Elcan ... mövzusunda əvvəl daha yaxşı idim. Mən səni tərifləmişəm, Pol, narahat olma. İdman eləməkdə. Bana bu sualın cavabı elə bir şey olmalıydı. Yəni, elə bir şey ola bilərmiş. Niyə mən də ilgi demişdim? İlgi vermək demişdi. İlgi daha... Əslində elə deyil, prosto bir şey cavab olsun deyə onu dedim. Elcan bir süper qəhrəman olsaydı ... olardı. Spoiler vermə, sonra deyəcəklər. Yox da. Elcan süper qəhrəman olsaydı. Hər hansında ən primitiv. Mən Superman olurdum. Heç şey yox da. Heç bir şey demədim mən. Bəli. Primitiv. Allah heç ağlıma Yox, gəlmədi. heç süper qəhrəman. Sizə də elə bir... Spider-Man də axı məndə primitiv gəlmədi. Çünki də neydi o pontikin montik? Pontiliş. Danışdı, çox danışdı. Yox. Dedim axı danışma. Onsuz tapırdım mən bunu. Dedim danışma. Yəni mən onu deməsəm belə onu deyəcəydim. Başa düşdün? Biz aramızda danışmamışıq ki. Qəhrəman primitiv Spider-Man gəlir. Spider-Man məsələn, Batman Spider. Mən ağlıma gəldi Spider-Man gəldi. Mən ağlıma Spider-Man gəlir primitiv deyəndə.
Mən nə dedim? Prosta nə mi dedim Spider-Man bilməz. Lalə Spider-Man bilməz yəni. Mən Superman dedim. Mən biləm Spider-Man demişəm. Allah haqqı, çünki mənim ağlımdakı şey var. Dedim də sənə. Demişəm, amma Superman demişəm də. Əsas odur, hə? Superman demişəm. Mən o şey fikirləşdim. Niyə o İyi danışsan. Kanka şey deyək, Superman deyəcəkdim. Fikirləşirdim, Spider-Man-lə əlaqəli idi. Elə bilirəm ki, o ki Spider-Man demişəm. Mən birinci başqa şey deyəcəkdim. Superman nə idi ki? Nasıl uçmur? Eso. Bəli, digər cütlüyümüzü alaq. Bu neçə xal oldu? 6 xal qazandınız. Salmasın. Yaxşıdır. Eşitir. Hə, eşitir. Okay. Verirəm sualınızı. Gülenay elə bilir ki, mən nöqtəyəm, amma yox, mən nöqtəyəm. Gülenay elə bilir ki, mən dostlarımı ondan çox istəyirəm. Ya. Amma əslində onlardan çox istəyirəm. Amma əslində Gülenayı daha çox sevirəm. Amma əslində Gülenay daha çox dəyərlidir. Nə də baxsın. İkinci sual. Gülenay mənim üçün kitab yazsa, adı nöqtə olar. Balım. Götürdüm. 3. Gülenay prenses olsaydı nöqtə olardı. Necə yəni? Prenseslərdən. Prenseslərdən biri olsaydı. Prenses olsaydı Cinderella olardı. Cinderella yazıram ondan. Primitiv. Hamının bildiyi. Aldan soruşduq ki, Gülenay elə bilir ki, mən nöqtəyəm, amma yox, əslində mən nöqtəyəm. Cümlə olaraq da tamamlaya biləriz. Yəni Gülenay elə bilir ki, mən onu sevmirəm, amma əslində sevirəm. Yo, elə yox da. Dedin ucu, cavab verdi. amma ki, ikinci tərəfi düzdür. Gülenay elə bilir ki, onu istəmirəm, onu Yox, bəlkə naprimer çəkdi. Cavabınız oydu? Hə. Hə. Başqa türlü yazılmış şey. Düz sayılmadı yox. Niyə nə bilərsən, nə bilir? Demişdi ki, Gülenay elə bilir ki, mən dostlarımı ondan çox sevirəm, amma əslində Gülenayı daha çox sevirəm. Biraz fikirləş görün. Gülenay mənim üçün kitab yazsa, adı nöqtə olardı. Ayda, yazmışam. Amma adı yadımdan çıxdı. Yazdığını demə. Ümumiyyətlə, burada fikirləş. Balım. Qəşəng. 3 halınız var. Gülenay prenses olsaydı nöqtə olardı. Primitiv. Prenses olsaydım. Nöqtə olardı. Prensesin adını deməliyəm. Sən prenses adı bilmirsən axı. Öyrəndim də buralar. Primitiv, hamının bildiyini öyrəndim. Cinderella. Primitiv. Buyurun, siz taxırsınız. Bir xal. Bizə dənəsini tapsaq. Bizə dərsini tapsınız, dursuz. Alnın nöqtəsini görəndə şok oldum. Bunu fikirləşməliyəm. Fikirləş. Mesajlardan, telefonun, dostlarla. İkinci sevgilisi. Misal deyə bilərsiniz. Yəni filan xasiyyətini məsələn kobudluğunu görəndə şok oldum fikirləş. Təmizkarlığını. Təmizkarlığı. Onu tapa bilmirik. Alnın hər şeyini sevirəm, amma nöqtəsi heç o deyil. Alnın hər şeyini sevirəm. Amma talihlə qorxmaz heç o deyil. Nə? Dostların olan sevgisi. Dostlarına olan sevgisi. Hə. Dəqiq bir şey deyil, üst-üstə düşməsə çünki Dostpərəstliyi yazaq. dostpərəstliyi. Rusca söz tapmaya bilər də. Dost sevgisi, dostpərəstlik. Dost sevgisi nə deyə Dost desə sayaq da. Alı bir heyvan olsa nöqtə olardı. Yox, ortaq heyvan. Ortaq heyvan? Ortaq heyvanınız var sizin? Əjdaha. Ortaq heyvanımızdır. Arı. Amma arı amma həşərat sayılır. Heyvan sayılır. Arı. Görün tapacağım. Bir şey? Bəli, hər şey indi bəlli olacaq.
Kim udur? Kim udmur? 21-20 şot. Yəni ki, Laləgil sizdən bir xal qabaqdadır. O da uğursuz insan hamısı tapamayacaq. Görək. Neçədir şot? 21-20 Laləgil qabaqda. 22 eləmə. Gülenaydan soruşduq. Alnın nöqtə-nöqtəsini görəndə şok oldum. Alnın arıqlamasını. Dəng, təmizkarlıq demişdim. Sən arxamağını görmüşəm, mən şok olmuşam. Demədim köşkeşək idi. Nəyinə şok oldun? Şok olduğunda niyə ad nə zaman? Olmadı. İkinci suala keçirəm. Alnın hər şeyini sevirəm, amma nöqtə-nöqtəsi heç o deyil. Ay. Dost pərəstliyi. Buna 5 xal verir. Buna həmişə deyirdi amma. Bəli, 3 xal qazandınız. Udduz amma yenə də axırıncı sualı verirəm. Alıb bir heyvan olsa nöqtə-nöqtə olardı. Heyvan olsaydı Batman olardı. Batman heyvandır. Yox da şey. Əvvəl aramızda olan şey. Heyvan olaraq fikirləş. Bu arada bu götürdüm dedi daycabı. Batman heyvan deyil, nə götürdü? Amma dedi də Yo dedim götürün, la prosta udmuşuq da. Yəni əgər tapa bilirəmsə tapım. tapın yerəkdə siz. Doberman olardı. Arı. Arı? Ha, yo heç ağlıma gəlmədi. Niyə maşınında nə var? Arı. Bəli, 3 xal sizə gəldi və 21-23 olaraq comeback elədilər. Qarabağ. Bəli, comeback eləyib uddular. Trip salondan bilet. Bir dənə də rant var, bir dənə də oyun gəlir. Yo, qılınc oynatma uddular. Gəlin, siz də gəlin. Yorumlarda bildirin. Yox, səhvli hardaydı? Gəlin. Səhvlik yox idi, istinc daha asan idi. Hər şey yoxdur. Əsla. Nədir ki? Rüşvət alıblar. Falan filan boykot. Dislike. Boykot listəsinə alındı. Bəli, comeback ataraq Boykot listəsi. Gönay alı cütlüyüdü bileti. Neçə xal notlar? Hə? 23-21. 23-21 ilə. Bəli, 23-21 oldu. Amma udduq. Bəli, uddular, comeback atdılar. Nə düşünürsünüz bu mövzu haqqında? Bir bal olsaydı, ben elə fikirləşin. Bir sual bir bal olsaydı, kesmə Bu 1 bal ehtimalımız idi, neçə dəyişdilər olardı? 3 bal elədilər. Yenə də udmuşduq. Udlanmamışdı. Bir bal olsaydı Biz udmuşduq. dostluğun qazanmasından yanayıq. Bərabər idi. Lalə xanım amma Yox, bərabər yox. narahatdır. Nə əlaqə? Udmuşdu. Primitiv sadəcə dedim deyə. Primitiv. Olan işte iş olmaz. Yazarsınız, qəhrəman primitiv deyiləndə ya. Bəxtlərinə daha asan suallar gəldi. İndi ola bilər həyatda. Olsun. Təbrik edirəm sizi. Get Lalə, get bax gör dostpərəs eşindən nə deməkdir. Get bax gör dostpərəs ümumiyyətlə sözün nədir. Bək, sabır. Ay bu yuxarı gedib işləmiş. Gəldik verilişimizin sonuna. Ümid edirəm siz də əylənərsiniz, trip salondan təcrübə qazanıb. Biz də pulumuz inşallah. Orada olacaq. Görəsiz sizi. Qoymayacaq, oynayasız. Gəldiniz. Salam, biz əslində o bilet üçün çalışmırdıq. O bileti indi veririk Laləgilə. Biz də sizin üçün şeylər uduzduq. Burada yaxşılığı, qoy 14 fevralda onlar Biz necə dostpərəst biridir. Dostpərəstlik qazandı. Bileti veririk onlara. Sağ ol. Onlar deyir. Yola bilmirdim. Biz haqq eləmədiyimizi götürmürük. Bileti verirsiniz. Lalə. Belə. Siz də. Siz də tutun. Biz verə tutaq da. Belə şey kimi. Belə dur. Hə, biz verə tuturuq.